Salam aleykum. Sizə 8000 manata bir dənə qəşəng nə çıxartmışam deyəcəm. 8000 manat. Bilirsiniz, mən ancaq ev çəkirəm. Bu maşını görürsünüz, maşını da satıram. İstəyən olsa maşını da satıram, öz maşınımdır. Yəni problem deyil. Belə barteldə eləyirəm ha. Barteldə eləyirəm, maşını problem deyil. Qiymət 8000. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllən məndən. Yerləşmə yeri. Bax, binaları görürsünüz, Müşfiq postunu keçdiniz, Lələtəpə deyilən yer var. Lələtəpə restoran var. Düz onun yanında. Qəşəng bir yerdə. Qiymət də həqiqətən 8000 manat nəqd qiymət. Yəni kredit deyil. Bu başdan sizə deyim. Sənədi də ki, bələdiyyə sənədidir. Yəni bu başdan onu da sizə deyim. Hamısını bir-bir vurğulayım ki, axırda sizə göstərdiyimi göstərəcəm. Binaları gördünüz də. Binalarla bunun arasında 200-250 metr məsafə var, dediyim kimi. Bax, həmin dediyim 2 sotun içində yarı tikilimizdir. Yəni icranın zadını deyil, tikilişin pulu zad hamısı verilib. Yəni bax, fundamentdən tikilib, şəxsidir, 2 sotun içindədir. Qiymət də ki, pis qiymət deyil, yaxşı qiymətdir. 8000 manat nəqd qiymətdir. Yəni krediti, mirditi heç nəyə yoxdur. Bax, yaşayışlı evdir. Bir dənə qardaş buraları göstər. Bax, evlərə baxın. Qəşəng yaşayışlı evlərdir. Yəni 8000 manata demək olar ki, elə torpağın qiymətini deyir. Tikilisi də var. İcazənin pulunu da vermişəm. 8000 verdin, bu evi verdim sənə. Oldu nə dostlar? Gəllə mənə. Sağ olun.